Salam müəllimlər, axşamınız xeyir olsun. Müəllimlər, mən Həmidə Türkay. Bu gün sizə MİQ-çilər üçün nəzərdə tutulan, yəni MİQ çərçivə sənətində yer alan produktiv təfəkkürün izahını verəcəm. Müəllimlər, produktiv təfəkkür nədir? Müəllimlər, praktik və produktiv təfəkkürü qarışdırırlar. Burada diqqət edəcəyiniz əsas məqamlar var. İndi onların hər ikisinin izahını verəcəm sizə. Biz bunları necə fərqləndirə bilərik? Müəllimlər, produktiv təfəkkür odur ki, sən artıq, yəni bildiyin qaydadan çıxırsan, yeni, yaradıcı, orijinal, innovativ yollar ortalığa qoyursan. Məsələn, tutaq ki, sən bu metodu bilirsən, hal-hazırda bu qaydanı bilirsən, amma mən səndən yeni bir yol istəyirəm, yaradıcı bir yol istəyirəm. Və müəllimlər, produktiv məhsuldar işləmək və sən bir problemlə qarşılaşmısan, məsələn, adi elementar bir şey deyirəm sizə, tutaq ki, qapının kilidi sıradan çıxıb. Və sən nə edirsən? Məsələn, bunun qaydasını bilirsən ki, qapını dəfələrcə dartmaq, özünə sarı çəkmək, artıq bu metoddan çıxacaqsan. Ağlını işlədəcəksən, təfəkkürünü işə salacaqsan və həmin an başlayacaqsan problemi anlamağa, dərindən düşünməyə və sonra isə yeni bir metod axtaracaqsan ki, necə mən bunu həll edə bilərəm? Bir növ divergent düşüncəyə oxşayır. Yəni, özün yeni, innovativ bir yol, orijinal bir yol, yeni bir yol ortalığa qoyacaqsan və bu problemi həll etməyə çalışacaqsan. Produktiv, yəni yaradıcı təfəkkürü şagirddə inkişaf etdirir müəllimlər. Yəni, şagirdin yaradıcı düşünməsi, innovativ düşünməsi inkişaf etdirəcək müəllimlər və burada siz şagirdlərdə produktiv təfəkkürü inkişaf etdirmək üçün belə deyək də müəllimlər, bir neçə problemli situasiya yarada bilərsiniz və ondan fərqli çıxış yolu istəyə bilərsiniz. Fərqli şəkildə çıxış yolu axtaracaqlar şagirdlər, müəllimlər. Yəni, o hal-hazırda işlək hissə ki var, yəni bu, belə deyək də, problemi bu yolla həll edə bilərəm, bu metodla həll edə bilərəm. Hər kəs bu metodla həll edir, yanaşmasından çıxırıq burada. Yeni bir yollar axtarırsan, yeni bir ideyalar ortalığa qoyacaqsan. Və müəllimlər, burada təlim modellərindən istifadə edə bilərik. Şagirdlər də bunu inkişaf etdirmək üçün. Məsələn, layihə əsaslı təlim modeli, problem əsaslı təlim modeli, sorğu və araşdırma əsaslı təlim modeli, bir neçə təlim modelindən istifadə edərək şagirdlərdə produktiv təfəkkürü inkişaf etdirə bilərsiniz. Yaxşı, bunun praktik təfəkkürdən fərqi nədir, müəllimlər? Gəlin ona baxaq. Praktik təfəkkür nədir, müəllimlər? Praktik təfəkkür odur ki, bax, hal-hazırda hər hansı bir problemlə qarşılaşmısan, əlində nə varsa onlardan istifadə edərək tez bir zamanda bu problemi həll etməyə çalış. Amma produktivdə isə yaradıcı yol axtar. Zaten sənin yaradıcı yol axtarmağın zaman alacaq. Yəni, biz orada divergent düşüncə necə şagird zaman istəyirdi, vaxt istəyirdi. Çünki özü ideya məhsul ortalığa qoyur. Amma praktik təfəkkürdə isə müəllimlər, sənin zaman almağa, düşünməyə vaxtın yoxdur. Məsələn, hal-hazırda bir problemlə qarşılaşmısan, əlində olan budur. Tez bir zamanda istifadə et əlində olanlarla və bu problemi həll etməyə çalış. Məsələn, tutaq ki, sənin 120 manat pulun var, sən ondan, məsələn, tutaq ki, sinif yoldaşların hər biri istirahətə getməlidirlər, harasa ekskursiya etməlidirlər, onların həm yol ödənişləri, həm qida baxımından sən bir plan tərtib etməlisən. Tez bir zamanda sənin düşünməyə vaxtın yoxdur. Yəni, praktik təfəkkür odur ki, tez bir zamanda ağılını işlədərək sən, belə deyək də, o problemi həll etməlisən. Amma əlində olanlarla. Deməli, burada sürətli zaman var, tez bir zaman var və ən effektiv məhsuldar yolu seçməlisən və tez bir zamanda onu həll etməlisən. Amma produktiv təfəkkür isə onu hamının etdiyi yolla yox, fərqli bir yol sınamalısan, fərqli bir şey etməlisən. Bir növ divergent düşüncəyə oxşayır produktiv təfəkkür. Praktik təfəkkürə gəlin baxaq. Məsələn, biliyin real həyatda tətbiq etməlisən. Metodik məqsədi nədir bunun? Şagirdin öyrəndiklərini fəaliyyətdə tətbiq etmə bacarığını inkişaf etdirir və hansı metodlardan istifadə edə bilərik? Burada da layihə əsaslı öyrənməni görəcəksiniz. Oyunlaşdırmadır. Sonra müəllimlər, tez düşünmə bacarığı var. Burada yadda saxlayın. Tez bir zamanda, məsələn, uşağı hər hansı bir çətinliyə, problemə salırsınız və uşaq
o problemdən çıxış yolu tapmağa çalışır. Burada effektiv olmalıdır, qənaət etməlidir, məhsuldar çalışmalıdır, amma tez bir zamanda əlində olanlarla o problemi həll etməlidir. Yəni praktik təfəkkürün əsas məqsədi odur. Şagirdləri tez-tez fəaliyyətlərdə çalışdırmaq lazımdır. Yəni hər hansı bir fəaliyyəti uşaq göstərməlidir. Bir növ bilirsiniz nəyə oxşayır müəllimlər? Layihə əsaslı təlim modelində bir şey demişdim. Məhsul ortalığa qoymaq. Qrafiklə, çertyojla, planla nəyinəsə göstərməlisən. Praktik təfəkkür də odur. Məsələn, tez bir zamanda sən o problemi həll etməlisən. Amma produktiv isə yeni yanaşma, yeni yolla, fərqli bir metod sınamalısan. Baxın, bunu bu şəkildə yadda saxlayın. Deməli, belə yadımızda saxladıq ki, praktik təfəkkür, hər hansı bir problemə düşmüsənsə, tez bir zamanda çıxış yolu tapmağa çalışırsan, əlində olanlarla. Məsələn, tutaq ki, müəllimlər deyirlər ki, 3 gün ərzində Azərbaycanda işıq olmayacaq. Sən əlində olanları qənaətli bir şəkildə, məsələn, evdə şamın var, neftin var, sən onlardan qənaətli bir şəkildə istifadə edib o problemi 3 gün ərzində o problemdən çıxmalısan. Və yaxud da ki, məsələn, deyirlər ki, 3 gün ərzində su olmayacaq. Məsələn üçün, İsrail-İran müharibəsinə görə 3 gün ərzində su olmayacaq. Sən bir çətinlikdəsən, düzdürmü? Hal-hazırda əlində 1 ton su var. Sən 3 gün ərzində o suyu elə istifadə etməlisən ki, sənin bütün ehtiyaclarını ödəməlidir. Və sən heç bir, belə deyək də müəllimlər, qənaət edərək heç bir problem yaşanmadan bu çətinlikdən çıxmalısan. Amma produktiv təfəkkür isə yeni bir həll yolu axtarmalısan, yeni bir metod ortalığa qoymalısan, yeni bir ideya tapmalısan müəllimlər. Produktiv təfəkkür isə bu idi.